Salam, hoş gördük əzbiniz. Bölmə hidrogen klorid və xlorid turşusu alınması və xassələri toplu 2025. Biz işini artıralım. Bizi görsəniz. Yaxşıdır. Sualların nömrələrini yazmışsınız. İzah tutacağım. Əgər başa düşmədiniz, müdaxilə edin də. Yaxşı? Haydi başlayaq. Deməli, istəmişsiniz 7-ci sualı. Baxaq 7-ci sualın izahına. Deyir ki, alınan duzun molyar kütləsi. Uşaqlar, əgər bunların molyar kütləsini müqayisə eləyəcəksə, istər natrium OH, istər kalium OH, istər litium OH. Bunlar H kloruna girəndə alınan duzlar budur. Birincidə alınır natrium klorid, ikincidə alınır kalium klorid, üçüncüdə də alınır litium klorid. Zaten flor eyni olduğu için natrium, kalium, litiumu müqayisə etsən kifayət edir. Ən kiçik kütlə C-dədir. C kiçikdir. Nədən? A-dan, A da kiçikdir B-dən. Cavab burada Y variantı olur. 15'e baxaq. Aydındır bu? 15. Hansı qaz adi şəraitdə suda yaxşı həll olur? Suda yaxşı həll olan qaz deyirsə burada, bu hidrogen kloriddir. H-klor suda yaxşı həll olur. H-klor suda yaxşı həll olur. Deməli. H-klor olur. Su yox. H-klor su ilə reaksiyaya girmir. Balam, suda həll olur. Sən xlorun su ilə reaksiyasından danışırsansa, bəli, xlor su ilə reaksiyaya girəndə adi şərait. Hidrogen klorid və Bəs H-klor olur. bunu Bir dənə H-klor. bunu verir. Su ilə xlor girəndə. Bu onu soruşmur. Bu 5 dənə burada qaz verir. Deyir, hansı suda yaxşı həll olur? Bunların içərisində H-klor suda yaxşı həll olur. Hidrogen klorid. 17. 17-yə baxaq. Hansı metal xlorid turşusu ilə reaksiya daxil olur? Xlorid turşusu ilə yəni H-klorla reaksiyaya girir deməkdir. Biz bilirik ki, metallardan misdir, civərdir, gümüşdür, platindir, qızıldır. Bunlar girmirlər H-klorla. Düzdürmü? O zaman 4'ü və ikincisi bunlar girmir, girənlər 3'lü, bir də 1'dir. Devam edəyək 25-ci sual. Hansı reaksiya nəticəsində hidrogen klorid əmələ gəlmir? Gəlin bu reaksiyaların hər birini aparaq. Görək məhsullar nədir? Sonra da hansında əmələ gəlmirsə o işdə çıxararıq gedir. Birincisi, amonium klorid parçalanır NH3-ə və H-klora. Yəni burada əmələ gəlir. İşıqlı təsirində hidrogen və xlor reaksiyaya girib bizə H-klor verir. Demək, burada da əmələ gəlir. Xlor bromu çıxarır, duzundan çıxarır da, elədir? Duzundan bəli. Brom güclü Bəli, olur nə? H-klor plus brom. Brom güclü deyil, çıxarır. Qatı sülfat xloru neyniyər? Çıxarır. Natrium 2 soda plus H-klor. Bəs yaxşı, nitrat xlorini çıxara bilərmi? Bu o zaman olur ki, çöküntü versin. Burada zaten çöküntü odur ki, Y bəndi mümkün deyil. Olan hamısı mümkündür. Nə rəng deyildi ki? Flor, xlor, brom yox da. Bəs nə rəng deyildi ki? Nə rəngdədir? Gümüş klorid ağ rəngdə çöküntüdür. Bunun cavabı Y verməmişdir artıq. Bunu kim soruşur? Y deməli. Son, devam edəyək. 27. Neçə? 27. 27. Hansı maddənin köməyi ilə müxtəlif qablarda olan natrium sülfat, gümüş 1 nitrat və natrium karbonatlı suda məhlullarını fərqləndirmək olar? Deməli, uşaqlar, 3 dənə qab var. Qabın birində natrium sülfatdır, birində gümüş nitratdır, birində də natrium karbonatdır. Deyir, hansı maddələr? Sən, təbii ki, bunu mən yazdım, gördün, amma belə dək bilmirsən içində nə var. Bilmirsən içində nə var, görmürsən. Bura uşaqlar, sən H-klor töksən, bunların hər ikisini fərqləndirə bilərsən. Deyərsən, necə yəni fərqləndirərsən? Natrium 2SO4-dən H-klor reaksiyaya girməz. Çünki klorid turşusu sülfat çıxarmır. Ta ki, birinci qaba tökdüm, gördüm ki, reaksiyaya getmədi. Reaksiya nə oldu? Getmirsə biləcəm ki, orada nə var? Natrium nə var? Sülfat var. Sonra tökürəm ikinci qaba. İkinci qabda deyək, gümüş nitrat olsaydı, gümüş nitrat H-klorla girir. Niyə? Çünki gümüş klorid ağ rəngli çöküntü alınır. Ağ rəngli alınır? Çöküntü. Çöküntü və H-klor.
Eğer ağ rəngli çöküntü alınırsa, deməli orada nə var? Gümüş nitrat var. Üçüncü qaba tökəndə natrium karbonat da girir H-kloruna. Qüvvətli turşu zəifi çıxarır. Alır natrium klorid, H2CO3. O da parçalanır H2O-ya, bir dənə karbon qazına. Qaz çıxmağından başa Bəli. Qazın çıxmağından başa düşürəm ki, o qabda da karbonatın duzu var. Aşağıda yazıldı. O H2 ilə CO birləşəndə nə olurdu? H2CO3. Burada parçalanır H2O-ya, bir də CO2. Aydındır. Deməli, bir qabda reaksiya getməyəcək. Əgər qabda reaksiya getməsə, başa düşəcəm orada natrium sulfatdır. Əgər ağ rəngli çöküntü alınsa, başa düşəcəm orada gümüş nitrat imiş, gümüş bir nitrat. Əgər qaz çıxsa, başa düşəcəm natrium karbonat imiş. Həqiqətən H-klorla mən bunların üçünü də təyin eləyə bildim ki, hansı qabda nə var. Aydındır? Davam edək. 29. Neçə? 29. 29. Bax, 29-a. Deməli, 29-cu sualda deyir, hansı maddə xlorid turşusu və xlorla reaksiyaya daxil olmur? Eləmi? Deməli, bu silisium O2 nə xlordan girməz, nə də H-klordan girməz. Cavab deməli. Bu NH3 H-klordan girər. Nə ilə girər? H-klordan girir. Si həm H-klorla girir, həm də xlorla girir. Natrium OH H-klorla da girir, xlorla da girir. Kuprum miski oksid H-klorla girir, xlorla girir. Yəni bir dənə bu D bəndidir ki, heç biri ilə girməz. Heç biri ilə nə eləməz? Girməz. Davam edək, davam edək. 30 neçə? 33. Aha, 33-cü sual. Hansı reaksiyadan alınan bütün maddələr 33-siz, 34. Hə. Deyir ki, Y alüminiumla reaksiya daxil olmur, X və Y maddələri müəyyəndir. Birincisi, burada dəmirdən klorid turşusunu salır. Dəmir üstəcə H olur. Dəmir klorid turşusunun yerində iki variantda olur. Ferrum klor 2 alınır və hidrogen alınır. Və nə alınır? Hidrogen. Əgər deyirsə ki, Y alüminiumla reaksiya daxil olunur, alüminiumla reaksiya girmir hidrogen. Hidrogen alüminiumla, berilyumla və əlavə edilmiş metallarla reaksiya girmir. O zaman Y, o zaman budur, X'imiz də budur da. Gəlsən, bəs dəmir 2 klorid alüminiumla girir, bəli, alüminium dəmirin duzundan çıxarar. Çünki alüminium, elə tükümək gəlginin əsasında dəmirdən əvvəldə idi. Alüminium gəlir, sonra manqaz, sink, xrom, sonra dəmir gəlir. Bu lityumla başlayan zərgə var idi. Lityum, kalium, kalsiyum, natrium, magnezyum, sonra alüminium, manqaz, sink, xrom, dəmir, gedir belə sonra qalay quruluşun, nikel qalay quruluşun, sonra gəlir hidrogen, misli və gümüş. Bildiyin o sıranı. Orada əvvəl gələn metal, sonraki metalı duzundan sıxışdırıb çıxarar, bilir, suda məhlumlar. Bir dənə bunlardır ki, bunlar bu işi görə bilir, çünki onlar birinci su ilə reaksiya girirlər. Onlar birinci nə ilə girir? Su ilə. İkisi və Y tapdıq. Davam edək. Əslində məhsullar bəlli idi, sadəcə hansı X hansı Y idi, onu biz müəyyənləşdirməliydik. Çünki elə biləm ki, zaten bir variantı, C variantı deyəcək, Y müəyyənləməsən də olar. Bir dənə hal mümkündür. Sonra neçə istəmişsiniz? 35. İçərisində 0,2 mol natrium klor və 0,4 mol kalium klor olan məhlulu artı miqdarda gümüş bir nitrat məhlulu əlavə etdikdə alınan çöküntünün kütləsi neçə qramdır? Birincisi istər natrium klor, istər kalium klor. Hər ikisi elə metal xlor kimi yazsan, bunlar eyni formada girir. Nə ilə? Gümüş nitratdan. Eyni formada girir gümüş bir nitratdan. Gümüş klorid çöküntüsü alınır və metal nitrat alınır. Nə alınır? Metal alınır. Deyəsiniz, mənim burada natrium kalium götürməyin bir fərqi yoxdur. Yoxdur, yox. Niyə yoxdur? Çünki ikisi də bir variantdır, ikisi də eyni formada reaksiya girir. Bəs yaxşı, bunun birini 0,2 verir, birini 0,4 verir. Bəs hesabı kimə görə aparım? Elə onların cəmlə neçə edir? Elə 0,6-ya görə aparım. Çünki ikisi də eyni formada girir də, ayrı-ayrı hesablayıb toplaya da bilərəm, birbaşa hesablaya da bilərəm. Eyni, eyni. Anladın mı? Deməli, bunu 0,6 mol götürdüm, çünki bu ikisini neynədim? Cəmlədim. Normalda bunu 1 mol girəndə, neçə qram çöküntü alınır? 143 tam onda 5 qram. 0,6'ya da x deyək. İşte x'i bıraksan bunu. X'i buna bıraksan. 86'yı ondan da kimi Öyle bir şey yani. 86.1 milyar. Öyle bilirəm. Yarıdan biraz çox. 860 neçəsi yox. 86.1. Ehtiyac yox.
Yarıdan biraz çox da. Çünki birin yarısı 0.5'dir. 0.5'dən biraz çoxdur da bu. Bu da bunun yarısıdır da. Bunun yarısı da 70'də Benim çeyrək. mesela 800 ne kadar ediyor? O da böyle 80, 860 gibi bir şey diyor. Hadi O da sesim Tamam. avantajı var. Başa düşdünüz məntiq necə? Yəni mən olmaz ki, hər birinin ayrı hesablayım. Hesablaya bilərdim. Hər birinin ayrı hesablayıb sonra toplaya bilərdim. Amma eyni necə reaksiya gedir ama. İstən bura natrium klor plus kimi işlədir, istən Ne kalium zaman klor. şeydi kiçiğini Bir de götürebiliyorum 28 ben. tamam. Yox, bu o deyil, bu o reaksiyadan. O ondan deyil. Yüzde 28.7 Allah size 57 tamamdır. Sonra toplayırsan, Ben Ben toplamadım ben. 57 tamamdır öldürecektim. düz eləməmsən də, çünki ikisi bir toplamaq olan cəmi soruşur. Yüzde bir tane 86 tamamdır. Ben ne zaman kiçiğinden hesaplayayım ona. O bir-birinə reaksiya girəndə, aza görə hesab Doğru aparar. gelecektim. Bir-birinə reaksiya girəndə aza hesabı aza görə apararsan. Nisbətlə az olana görə. 37. Hansı ifadə hidrogen klorida aid deyil. Molekulu polyardır. Bir tərəf müsbət, bir tərəf mənfidir də. Elə bir ki, bax, hidrogen olan və klor olan tərəf. Elektron sıfırda kimə tərəf gəlir? Klora tərəf, düzdür? Yəni, ortaq elektron tütü kimə tərəf gəlir? Klora tərəf. Klora tərəf gəlir, klor qismən mənfi, hidrogen qismən müsbət yüklənir. Yəni, bir tərəf mənfi, bir tərəf müsbətdir, bəli, polyardır. Suda məhlul klor turşusu adlanır, doğrudur. Suda məhlul mislə reaksiya daxil olur, yalandır. Misal H kloruna reaksiyaya girmir. Bu deyir ki, gör, misal H kloruna reaksiya edir. Baxın, girmirdir. Havadan ağır qazda bəli, çünki bunun kütləsi neçədir şu olan? 37, onlar 36.5. Bunun kütləsi, hava 29-dur. Hidrogenin klorla yanmasından alınır, bəli, düzdür. Hidrogen klorla qarşılığı təsirli olanda H klor verir. Aydındır? Aydındır? Nasıl sen buldun? Suda Mislə reaksiya girmək. Gitmiyor. Yox. Neydi? Ben hidrojenler. Buna diqqət edin. İşləyirsən məni. Hər dəfə sən çalınmır, değil mi? Mən özüm box alınır. 34. Hansı mərhələdə xlorid turşusunun duzları alınır? Birincisi, hər bir mərhələni ayrıca yazaq, görəyəlim orada alınır da. Birinci mərhələdə götürüb natriumu nə ilə salır? Natrium aşı xlorla salır. Təbii ki də burada alınır natrium klor. Natrium klor, O plus H2O. Yəni xlorid alınır, hipoxlorid turşusunun duzu alınır və su alınır. Bu qarşıya deyilər Javel suyu. Deməmişdi xloridin duzu alınsın. Birinci mərhələdə alındı, buna bir plus quş. İkinci mərhələ. İkinci mərhələdə natrium klor onu yox. Çünki natrium klora onu aşağıda verir. Bu yəqin natrium klordur. Nədir? Natrium klor. Hə, götürüb natrium kloru salıbdı H2SO4-lə. Alıbdı natrium, hidro, sülfat və H klor. Və nə? Axı ikinci mərhələdə duz alınmadı. İkinci mərhələdə nə aldı? Duz alınmadı. İkinci mərhələdə alınmadı. Gələm üçüncü mərhələyə. Natrium hidrosülfatı zaten yazıb bura. Deməli bu o zaman iqlik H klordur. İqli nədir? Kalium manqan 4-dən salıb H kloru. Kalium manqan 4-dən H kloru salmaq, bu da xlorun laboratoriyada alınma reaksiyadır. Kalium klorid alınır, manqan klorid alınır, xlor alınır, bir də su alınır. Burada xlorun duzları alındı, alınmadı. Alındı da, düzdür mü? Klorid turşusunun duzları alındı mı? Burada da alınmışdı kloridin duzu, burada da kloridin duzları alındı. O zaman cavab olacaq 1 və 3. Natrium klorun H2SO4 salanda natrium Birin birə saldım ona görə. Ha. Bunu 2 mol götürsəm, o belə. 2 mol natrium klor götürsəydim, H2SO4-dən salsaydım, onda alınardı natrium 2SO4 və H klor. H klor. Ha. Birin birə götürəndə, axı fikir ver, burada 2 hidrogen var axı. Bəli. Natrium birini yerinə keçə bilir də. Sözcüdür, 2 mol götürsəm, 2 hələ ikisi yerinə keçsin. Aydındır? Devam edək. Sonra neçə gəlir? 47. Baxaq, 47-ci sualı. X həm xlorla girir, həm də H xlorla girir. Belə bir sualı bayaq işləmişdik. Bunun üçün cavab variantlarla işləməsində başqa variant yoxdur. Deməli, kalsium hidroksid həm xlorla girir, həm H xlorla girir. Düz deyil. Mis H xlorla girməz, onu B bəndin olur. Kalium hidroksid həm xlorla girir, həm H xlorla girir. Olar. Sink xlorla da girir, H xlorla da girir. Niyə ki, hər içinə girir. Sinkin nə problem var? Gümüşdür, girmir. Çıxır. Sonra keçirəm Y. Y xlorla girib, H xlorla girməz. Sink xlorla da girir, H xlorla da girir. O zaman
Mis xlorla girir, H xlorla girmir. Mis xlorla girir, H xlorla Girmiş. bizim şərtimiz ödəndə mis xlorla girib kupron xlor 2 verir. Bir şey aşklarla. H xlorla girmir də minus qoyub. Görürsən? Xlor H xlorla yerinə minus qoyub Y, amma xlorla girir. Xlorla üstün gelir şey. Hə, kupron xlor 2 verir. O zaman cavabımız elə C bəndidir. Kalsium müaşişə işdən girir ki, bunda moral qoyur. Sink var idi də. Sink var idi, bu iş işi öğrenmişdi. Sink hər ikisindən girir axı. Burada biri ilə girir, H xlorla girməyən lazımdır. Birindən girib, birindən girməyən lazımdır bizə ikincidə. Sonra? 7'de Arjantin şöyle. Sonra neçəyə baxaq? 49. Uşaqlar, sizə belə demişdim, hər bir metal valetliğinin yarısı qədər hidrogen çıxarırdı. Düzdür, yoxsa yox? Hər bir metal valetliğinin yarısı qədər çıxarırdı. Düzdür? Elə siz bu reaksiyaları yazmağa ehtiyac yoxdur. Əgər alüminium 3 valentlidirsə, o zaman buradan çıxaracaq hidrogen neçə mol? 1,5 mol hidrogen çıxaracaq. Dəmir H xlordan 2 valentli olur. Neçə valentli olur? Amma xlorla girəndə 3 olur. O zaman o 1 mol H çıxaracaq. Sink də 2 valentli olduğu üçün o da 1 mol çıxaracaq. 22 ondadır, 22 ondadır, 33 onda 6. A variantı, bəli. Reaksiyaları yazmağa ehtiyac qalmadı. Hidrogen bəhsində demişdim. Onda bir gözləm vermişdim. Bəli? Sink neçə oldu? Sink 2 valentlidir, sabitdir. Alüminium da 3 valentlidir, sabitdir. Bir dənə dəmir dəyişkəndir. Dəmir də ki, dəmir xlorla girəndə 3 valentli olur. Ferum xlor 3 verir. Amma H xlorla girəndə 2 valentli olur. Ferum xlor 2 verir. Aydındır? Xlorla 3 valentli, hidrogen xlorda belə yadda saxlar. 2, 3 olur, 1, 2 olur. Belə yadda saxlar. Sonra 51. 51. Deməli uşaqlar, bu xlorun alınma reaksiyasıdır. Düzdür, yoxsa yox? Deməli bu reaksiyada kalium klor ölçü, Bertolli düzü deyirlər buna. H xlorla salanda alınır kalium klorid, xlor, qazı və su. Düzdür uşaqlar? O zaman o X qazı deyir ha. X qazı xlordur da. Elədir? Sonra X'i salıb kalium OH-la. Yəni xloru kalium OH-la salındı. Burada da Javel suyu alınır da adi şəraitdə. Kalium klor alınır, kalium klor o alınır və su. Hə? O zaman Y-imizdə budur da bizim, elə? Bizə bu X-dən Y-in fərqini istəyir, kütlə fərqini istəyir. Bunun kütləsi 71-dir. Neçədir? 75. Bunun kütləsindəki 39, 16, o da 35, o da 5. Neçə edir bu? 39, o da 16. Nəsə xlorun birini çıxar, bundan bunu geçsin. 35, 15. 19. Gəl bunu hesablayaq. 39, 35 onda 5, bu hesabına 74 onda 5. Bu da 16. Neçə edir? 90 onda 5, 90 onda 5. Dəqiq. 74 onda 5, 16, 90 onda 5. Yaxşı, 90 onda 5 budur, 71 də budur. Bunların fərqi neçə edir? 19 onda 5. Yaxşı, sonra getdi. Aydındır. Sonra neçəyə baxaq? Onlar cəhənnəm 55. 55. Sadəcə bu reaksiyaları ezbərləmək çətindir. O qədər Ay, sən bu cavata həvəsdən salma da. Sən tənbəl adamsan, oxumursan. Cavan oturur oxuyur da. 2-3 saat vaxt sərf edirsən, öyrənirsən də. çox deyil. Çətindir, sən kim demişdi hazırlığa gələndə ki, hər şey rahat olacaq. Ay Qurban, sən demişlər ki, rahat olacaq. Sən demişlər ki, zaten çətin. Bilirəm ya, o qədər çətin. Amma cavan oğlansan, otur oxu da, başqa işin var sənin. Digər iki fən olmasan deyə kimyadan. Kimə görə, sənə görə. Başqasına görə də kimyasan gəlir. Danışmıyor. Bakın böyle. Nasıl danışmıyor? Evet, danışsın da. Get gedək. Bu insanların şeylərinə, düşüncələrinə tərcüməçi olur da bir çox adamlar. Amma sən tənbəllik uzbatından reaksiyaları öyrənmirsən. Yoxsa iki fən bəs nətər gedir orada blokda? Yemişlər nətər gedir? Danışır. Heç nə olmaz. 55-ci sual. Artıqlaması ilə götürmüş natrium OH məhlulundan hidrogen klorid qazı buraxdıqdan sonra məhlulun kütləsi. Şuralar, bu biz nə deyir? Bu 55-ə baxana 56-ya. 5'e. Eyni şeydir onsuz. Deməli, natrium OH məhlulun var. Nəyin var sənin? Natrium var. Natrium OH suda məhlul. Bunun içərisindən H klor qazı keçirir. Nə keçirir? H klor. Bunun içərisindən H klor keçirəndə məhlulun kütləsi 73 qram artıb. Hə? Bir sual verir. Ta ki məhlulun kütləsi M idi. Mən bura H klor gətirəndən sonra oldu M plus 73. Siz nə düşünürsünüz? Bura nə qədər H klor gəlir? Neçə qram H klor gəlir ki? Neçə qram?
Elə bir 73 H-klordur da. Deməli o zaman elə bir 73 qram ora gələn H-klorun kütləsidir də. Yəni məhlulun kütləsi ora H-klor gəldi deyə artdı. Elə deyil? Başa düşmədiniz? Tərəzinin bir kütləsi var idi. Mən ona 2 dənə alma qoydum. Tərəzinin kütləsi 10 qram artdı. Deməli 2 alma neçə qramdır? 10 qram. İndi bunun 73 qramı 2 moldur. Neçə moldur? 2 mol. Hə, indi demək istəyir ki 2 mol H-klor girildi natrium OH-la. Zaten bunlar birim bire girirdiler çünkü hidrojen OH'ları beraber. O zaman bunun ikisiyle girer ve ikilerinde ne verer? Natrium klor verer, 2 mol da su. Deməli neçə mol duz alındı? 2 mol. Aydındır? Başa düşdünüz? İndi mən bura 2-2 ibarəsində biraz düzgün yazmışdım. Normalda reaksiyanı belə yazırlar. Bunların reaksiyası budur. Aydındır? Yəni 1 mol girəndə 1 mol duz alınır, 2 mol da girsə, belə yazıb 2 mol duz alınır, belə hesablaya bilərsiniz. Əmsallar görə X-lar getməyən ədədlər olsun o. Sonra neçəyə baxalım? 57. 57'ni oxu mənim üçün almayayım. Artıqlaması ilə götürülmüş H-klor məhlulundan amonyak qazı buraxdıqdan sonra məhlulun kütləsi 68. Az əvvəl yazdığımızın eynisidir də. İndi H-klor məhluludur, H-klor məhlulu. Bunun içərisindən NH3 qazı buraxıblar. Və kütlə neçə qram artır? 68. O zaman NH3 68 qramdır da bura girir. NH3 ilə də H-klor girəndə alınır amonyum klorid, hə? NH4 klor alınır. Normalda bunun 17 qramı girəndə 1 mol duz alınır. Neçə mol duz alınır? 1 mol. Kütlə istəyir, kütlə yazalım. 53,5 qram amonyum klorid alınır. İndi bu 68 qram girəndə nə qədər alınır? Yəni 7 dəfə çox, 7 deyil. 4 dəfə çox. 4 dəfə çox da 200, bu da 4 dənəsi eləyir 14 dənə. 214. 214 qram duz alınır. Aydındır? Başa düşdünüz? Dəqiq? Aydındır? Sonra bu bölmədən başqa sualınız var mı? 59. 4 mol klorid turşusunun artıq miqdarda götürülmüş manqan 4 oksid ilə qarşılıqlı təsirlə neçə litr klor ayrılır? Birinci bu klorun laboratoriyada alınma reaksiyasıdır. Harada? Laboratoriyada. Manqan 4 klordan. Bunu belə demişdim ki, xatırlayın. Metalın kloridi alınır, klor və su. Burada metal manqan. Deməli manqan, klor 2 alınacaq. Klor alınacaq, bir də su alınacaq. Əmsallaşdıraq, 4 dənə klor var. Bura bir 4 yazaq. Hidrojen də 4 dənə olur. Burada bir 2 yazaq. Düzəldi mi? Düzəldi. İndi deyir ki, 4 mol klor turşusu girib, 4 mol girir. Zaten burada da 4 mol girməmişdir. Sonra şu neçə litr klor çıxar? Neçə mol çıxır uşaqlar buradan klor? 1 mol. 1 mol qazda normal şərtdə neçə litrdir? 22,4 litr. 1 mol qazın normal şərtdə tutduğu həcm nə qədər olur? 22,4. Bu da sırf normal şərait soruşduğu üçün biz də 22,4 götürəcəyik. Aydındır? Başa düşdü? Nəyə başa düşmədin? Bura baxaq. Sonra, neçəyə baxaq? 63. 63. Bu az əvvəl yazdığım gərək silməzdim onu. Yenə manqan O2-ni buraxıb H-klorun üzərinə. Reaksiyanı yazmışdım yazardan, gərək silməzdim. Manqan O2 plus H-klor 4 dənə ilə düzdür. Manqan klor 2 plus klor 2 plus H2. Belə idi də? Aha. Deməli, buradan gəlirsə manqan O2, buradan çıxan Y qazı klordur. Y qazı nədir? Klor. Deməli, klor Y qazıdır. Klor da natrium OH-la girir. Nə ilə girir? Natrium OH. Klor da soyuq halda natrium OH-la girəndə bizə nə verir? Natrium, klor, natrium, klor, O və su. Reaksiya budur da elədir? Hə. İndi bizə deyir ki, Y qazı natrium məhlulunu tam neytrallaşdırırsa X hesablayır. Bilirsizcə görək burada nə qədər klor yaranıb. Bu neçə qram götürüb bu H-klor məhlulu? 200 qram. Neçə faizdir? 36,5%. Birinci gəlin 236,5%-ində bax. 72 gram. Bəli. Deməli 73 qram H-klorum var. Nə qədər var? 73 gram. Normalda 4,36,5 qramdan mən 1 mol klor alıram. Nə qədər alıram? 1 mol. İndi bu 73-də 2,36,5-dir də. Ondan da 0,5 mol alacam. Deməli mənim nə qədər klor qazım var idi bura gedən? Nə qədər klor qazı gedib? 0,5 mol. Ki bunu da əmsallaşdıraq, klor gəlib 0-dan mənfi 1-ə, 0-dan müsbət 1-ə. 1, 1, o zaman bura bir 2 yazaq. Düzəldi mi? Düzəldi.
Düzəldir uşaq. Nədir? İndi bir də müəllimə qul olasın. Bu soruşur ki, bu neçə qram idi bu 10%li məhlul? Birinci görmələm nə qədər natrium OH girir. Normalda bunun 1 molu neçə qramdan girir? Natrium OH 40-dır. 2 dənəsi olur neçə qram? 80 qram. Bax, bizim nə qədər xlorumuz var idi? 0.5 mol. Əgər 0.5 mol xlor var idisə, o nə qədərdən girib o zaman? 1 molu 80 lazımdır, 0.5-ə nə lazımdır? 40 qram. O zaman mənim bu ikinci məhlulumun içərisində, 40 qram natrium OH var idi. Nə qədər vardı qışqırqan? Mən o qabı buradan çəkirəm. Bu qabın içərisində natrium OH 40 qramdır. Neçə qramdır? O məhlul neçə faizli məhluldur deyir? 10%. Əgər 10% 40 qramdırsa tamamı neçədir? 400 qram. O zaman məhlul, yəni X kütləsidir, o məhlul 400 qram məhluluymuş. Neçə qram məhluluymuş? Və biz burada necə işlədik? Birinci məhluldan nə qədər xlor alınır, onu tapdıq. Sonra 0.5 mol xlor nə qədər natrium OH-la girəcək, onu tapdıq, 40 qramdan girəcək. Burada da 40 qram natrium OH varsa və məhlul da 10%-dirsə, deməli bu neçə qramdır məhlul özü? 400 qram. Çünki 400-ün 10%-i 40 qram edir. Aydındır? Bu bölmədən başqa sualınız var? Bu bir də deyərsin. Dedim də. Sən niyə dinləmirsən ya? Gəl qabaq. Gəl qabaq. Gəl qabağa. Gəl götür stoluna gəl. Dur. Gəl bunu pauza elə. Pauza elə. Deməli biz birinci reaksiyada nə qədər aldıq dedik xloru? Hə, o 0.5 xlor gəlib bu qabda natrium OH-dan girib. Nə ilə girib? Özdə deyir ki, tam neytral, tam girib yəni. Yaxşı, bunun 1 molu natrium OH neçə qram ilə girir? O zaman 0.5 mol neçə qram ilə girir? Bu da 40 qramla girir. O zaman bu qabda neçə qram natrium OH var imiş? 40 qram. Əgər bu qabda 40 qram natrium OH varsa və bu qabdakı məhlul da 10%-lidirsə, neçə faizlidir? O zaman məhlulun tamamı neçə imiş? 400. Tam başa düşdünmü? 100%? Nə olsun? Keçək obusu bölməyə. Obusu bölmə nə idi? Onda növbəti video çəkək də halogenlərin müqayisəli xassələri. Bunu yekunlaşdır.